Təəssüf ki, iş elanına müraciət CV ilə olanda sizin qəbul olma şansınız aşağı düşür. İnsan kağızdan və CV-dən ibarət deyil və heç də özünüz haqqınızda yazdığınız hər hansısa biliklə, bacarıqlar o demək deyil ki, sizi tam şəkildə izah edir. Rekruterun məqsədi insanlara təkcə hard skillləri ilə, tech skillləri də deyil, həm də xarakterləri və necə işçi, necə insan olduqları ilə önə çıxmaq və onlara iş tapmaqda referans rolunu oynamaqdır. Böyük şirkətlər adətən birinci komandadan referans soruşurlar. Səbəb isə təbii ki, şirkət riskə getmək istəmir, tanımadığı insanı işə götürmək onun üçün riskdir. Namizədlər ola bilər ki, o namizədləri CV-sinə baxsaz işə götürməzsiniz, amma xarakter olaraq, team player olaraq o insanlar çox dəyər qatır. Hal-hazırda 1200-ə yaxın istifadəçi var bizdə. Startap yaranıb iyul ayında və 3-4 ay ərzində bu rəqəmə çata bilmişik. 40-a yaxın fanbeyzimiz var. Hal-hazırda qeydiyyatdan keçən şirkət sayı 10-a yaxındır səhv eləmirəmsə. İş elanı paylaşılır. İş elanı paylaşılanda müraciətlər orada birinci bizim belə deyək də AI tərəfdən müqayisə olunur iş elanı və həmin şəxsin profili. Deyirsiniz ki, məsələn, mənə tutalım ki, texniki yerdə WebSocket bilən adam lazımdır. Hamısının CV-sinə baxır, kimin nə təcrübəsi varsa, hətta feedbackdə kimsə yaza bilər ki, hə, WebSocket işləmişik, o bu işinizi yaxşıdır da. Hətta oradan da default tapıb gətirir və sizə deyir ki, hansı sizin üçün daha uyğundur. Bundan başqa biz həm də düşünürük ki, Azərbaycan kifayət qədər texniki biliyi olan insanlar var və bunu dünya bazarına çıxarmağa da hədəfləyirik. Məsələn, bunu Orta Asiya ölkələri edirlər bir müddətdir. Özbəkistan, Qazaxıstan IT talent satır. Bunu təbii ki, Ukraynalılar illərdir edir. Amma niyə məhz Azərbaycanda olmasın bu bazarda? Və bunun üzərində hal-hazırda işləyirik ki, Amerikadan startaplar, şirkətlər Azərbaycana outsource eləsinlər.